Salam aleykum. Burada deməli 80 qram natrium dioksidini suda həll edilərək 400 ml məhlul alınır. Buradan molar qatlığı tapırıq. M bölünsün MV düsturu. M-i yerinə yazıram deməli 80. Molar kütlənin yerinə yazıram deməli 40. Həcm də burada 0,4. 80 bölünsün 40 bölünsün 0,4. Bu 5'ə bərabər. Yəni molar qatlıq 5'dir. C bərabərdir 5'dir, V bərabərdir 0,4'dür, nü də buradan 2'yə bərabərdir. Yəni C bərabərdir nü bölü V. Eləcə də bunu buradan tapırlar. 80'i 40'a böləndə deməli 2 eləyəcək. Sadəcə burada məsələ normal şəkildə təsvir olunmur. Burada demək istəyir ki, sonra bu məhluldan 100 ml götürürük. Biz bilirik ki, molar qatlıq deməli götürüləndə məhlul molar qatlıq dəyişmir. Yəni 100 ml, yəni qatlıqdır, molar qatlıq bunlar dəyişmir. Yəni bu 100 ml 5 mol bölü litr qatlıqlı məhlul götürülür deməkdir. Yəni bu zaman nə deməkdir bu? C bərabərdir nü bölü V, nü bərabərdir C vurur V, 5 vurulsun 0,1. 0,5 mol götürürlər, başqa bir yerə daxil edirlər. 0,5. Düzdürmü? Artıq bu bunun moludur. Və təbii ki, oradan deməli 100 götürdülər, gətirdilər bu birisi qaba, orada 150 əlavə elədilər. Əvvəlcə bunun mol miqdarı 0,5, aşağıda da həcmlərin cəmi 0,25, çünki 100 üstə gələk 150, 250, o da ki deməli 0,125 eləyir və 0,5'i 0,125'e böləndə deməli 2 eləyir. Yəni burada məqsəd nədən ibarətdir? Məsələ ilə quraşdırılıb ki, çox adam belə düşünür ki, 400'dən biz həmin 100'ü çıxacağıq, 150 gələcək. Yox, bu deyir ki, yəni biz buradan 100 ml məhlulu götürdük. Bu deməkdir ki, 100 ml 5 molar məhlulu götürdük. Yəni 0,5 molu götürdük, apardıq başqa bir yerə. Həmin o başqa yerdə bu 100 də var idi, çünki biz əvvəlkindən götürdük və 150'ni də oraya əlavə elədik. Yəni normal şəkildə ifadə olunmuyor məsələ, cavab 2 olacaq.